Əzizlər, Ərəfə günü İslam tarixində önəmli günlərdən biridir. Zilhiccə ayının 9-cu günüdür. Hədis mənbələrində bu gün günahların bağışlanması və duaların qəbul olunması üçün xüsusi bir gün kimi təqdim edilib. Ərəfə günü Qurban bayramından bir gün əvvəldədir. Ərəfə günündə ən fəzilətli əməl dua və istiğfardır, yəni Allahdan bağışlanma diləməkdir. İmam Səccad əleyhissalam Ərəfə günü insanlara əl açıb dilənən bir nəfəri gördükdə dedi: "Vay sənin halına! Belə bir gündə sən Allahdan başqasından istəyirsən. Həqiqətən bu gün hətta anaların bətnində olanlar üçün belə səadətə nail olmaq ümidi var." Bilirsiniz ki, Ramazan ayında bağışlana bilməyən adam bədbəxt hesab olunub. Çünki Ramazan ayı bağışlanmaq üçün ən münasib fürsətdir. Bax, Ərəfə günündə də insan üçün belə bir fürsət yaranır. Hətta Peyğəmbərimizdən sallallahu aleyhi və alihi və səlləm nəql olunub ki, elə bir gün yoxdur ki, Allah Ərəfə günündən daha çox sayda bəndəni cəhənnəm odundan azad etsin. İmam Əlidən nəql olunub, günahlar arasında elə günahlar var ki, yalnız Ərəfədə bağışlanır. Deməli, əzizlər, Ərəfə gününü qənimət bilək. Bu gün üçün xüsusi əməllər də qeyd olunub ki, özünüz rahatlıqla internetdən tapa bilərsiniz. Allahdan bağışlama diləyək, xüsusilə bir-birimizi də dua edək.